Öncə Novruz bayramınızı, ilaxır çərşənbənizi təbrik edirəm və biz azərbaycanlılar üçün ən dəyərli bayramlardan biri bizim yüz illərlə, min illərlə bəri qeyd etdiyimiz bayramlardan biri olan ilaxır çərşənbə münasibətilə hər birinizi təbrik edirəm və mən həmişə ciblərinizin bol, süfrələrinizin də dolu olmasını arzu edirəm. Elə bu kontekstdə biz keçək ciblərimizin dol, həm də süfrələrimizin bol olması məsələsinə, yəni iqtisadi məsələ, yəni azərbaycanlıların sosial, iqtisadi rifah məsələsinə. Bizim ölkəmizdə bu dəqiqə düz rəsmi statistikaya görə Azərbaycanlılarda kasıblığın dərəcəsi və yaxud da kasıblığın faizi nisbət etibarilə, yəni dövlətin göstərdiyi statistik biz rəqəmlərə nəzər salsaq çox belə yaxşı görünür, yəni çox az görünür. Amma biz real həyatda hər bir azərbaycanlı bilir ki, dövlətin göstərdiyi bu statistika çox yalançı, çox saxta bir statistikadır. Azərbaycanda kasıblığın dərəcəsi çox yüksəkdir. Kasıblıq bir çörək belə ala bilməyənə deyilmir ki, yəni kasıblıq orta minimum həddən, yəni aşağı yaşayan insanlar qisminə aiddir. Amma biz bugün fikir verək ki, Azərbaycanda minimum əmək haqqı 400 manat olmasına rəğmən bizim ölkəmizdə nə qədər insan var ki, onların heç aylıq gəliri ümumilikdə 400 manat deyil. Azərbaycanda minimum pensiya məbləği nə qədərdir? Azərbaycanda hər il pensiyaların yaş həddi artırılır və pensiya yaşına çıxma yaş həddi artırılır və hələ bu tamamilə ayrı bir mövzudur. Mən o haqda bir neçə dəfə danışmışam. Bundan sonraki önümüzdəki günlərdə yenidən o məsələyə qayıdacağam. Bugünkü məsələ mən sadəcə bayram günlərində biz azərbaycanlıların etdiyi bazarlıqlar kontekstində qiymətlərdir. Halbuki bayram günlərində biz başa düşürük ki, bizim min illər boyu qeyd etdiyimiz bir bayramda biz azərbaycanlılarda bəzi adət-ənənələr var, yazılmamış qanunlar, bayramda süfrədə hansı naz-nemətlər olmalıdır və bunlar bizdə bir növ həm də məcburiyyət kimi artıq görünür. Çünki adət-ənənə olaraq biz illərlə bunu belə görmüşük. Nənə-babadan, atalarımızdan, babalarımızdan və onlar da öz nənə-babalarından belə görüblər və bu adət-ənənə belə də davam edir. Amma bugün biz marketlərdə qiymətə baxanda, bazara girəndə qiymətə baxanda bizim aldığımız maaşla və bir çoxlarımızın, mən bizim deyəndə təbii ki, burada ümumi azərbaycanlıları nəzərdə tuturam, aldığımız onların qazancı ilə bazardakı qiymətlər uyuşmur. Və yaxud da ki, dövlətin pensionerlərə verdiyi pensiya məbləği ilə bugün bazarda olan qiymətlər üst-üstə düşmür. İnsanlar nə vaxta qədər aşırı dərəcədə seçici olmalıdır. Yəni bir var seçici olmaq, bazarda nə isə seçib almaq. Bu müsbət tərəfdən buna mən baxacağam şəxsən ki, hə, insanlar seçir ki, hansı yaxşıdırsa onu alır. Amma biz azərbaycanlılar bu dəqiqə elə bir iqtisadi pis vəziyyətdəyik ki, həm dövlət olaraq, həm də təbii ki, dövlətin iqtisadi durumu zəiflədikcə, dövlətin büdcəsi azaldıqca onun vətəndaşına bu 2 qat daha çox təsir edir. Və bizim vətəndaşlarımızın rifah durumu elə bir vəziyyətdədir ki, bizim vətəndaşlarımız bazara gedəndə pis ilə yaxşısının arasında yox, ucuz ilə bahanın arasında seçim edir. Və ucuz ilə bahanın arasındakı seçimlə yaxşı ilə pis arasındakı seçim arasında da bir uçurum fərqi var. İnsanlar maksimum dərəcədə çalışır ki, ən ucuzunu alım, o pis olsa da onu alım. O meyvə əslində onun xoşuna gəlməyə bilər, o almanın durumu və yaxud görünüşü. Amma onun qiyməti ucuz olduğuna görə onu alır. Ümumiyyətlə biz elə tərəvəzlərin qiymətindən mən danışmıram. Kənd təsərrüfatı məhsullarıdır, halbuki pomidor, xiyar qışda bu dəqiqə 4 manat, 5 manat aralığında olmamalıdır. Ən aşağısı qiyməti 3 manatdan daha baha başlayır. Yəni istənilən siz bugün şəhərdə ya da rayonda bir marketə girin, təkcə tərəvəzlərdən pomidor və xiyarın, halbuki bayram günlərində bu istifadə olunur məcburən. Onun qiymətləri bu dəqiqə niyə bu qədər baha olmalıdır? Bu bizim ölkəmizdə pomidor yetişmir ki. Biz xiyar yetişdirə bilmirik bu ölkədə. Niyə bizim kənd təsərrüfatımız bu durumdadır ki, biz onları xaricdən gətiririk və gömrükdə olan o gömrük rüsumları, o vergi öhdəlikləri və xüsusilə də monopoliyanın Azərbaycan iqtisadiyyatına təsiri gəlib sonda azərbaycanlıların cibindən çıxır. Və məcbur da o insan pomidor alsın,
Mən burada təbii ki, bir nümunə gətirirəm pomidor və xiyarı və sair və ilə axır nə qədər belə nümunə gətirə bilərik. Bu dəqiqə bazarda almanın qiyməti, normal almanın qiyməti 3 manat, 2 manat nə qədərdir? Bu da bahadır. Azərbaycanda Quba alması dünyada tanınır az qala. Rusiya bazarlarında Quba alması adda tanınır. Amma bizdə kəndçilərə dəstək olmur deyə dövlət, kənd təsərrüfatı ilə məşğul olan yerli insanlara dəstək olmur deyə dövlət, Qubadakı almalar qalıb orada çürüyür və bu və yaxud digər formada, amma hansısa bir monopolistin xaricdən gətirdiyi, həm də keyfiyyətində kifayət qədər şübhələri olan, baxın, qida təhlükəsizliyi təkcə insanların təhlükəsizliyi deyil, həm də dövlətin təhlükəsizliyi məsələsidir. Qida təhlükəsizliyi məsələsi. Biz heç bilmirik o almaların tərkibində nələr var, nələr yox. Onların ümumiyyətlə içindəki olan bakteriyalar hansı növ bakteriyalardır, onlar sərhəddən bura nə formada keçirilir. Bəzi almaların üzərində xüsusi maddə vurulur ki, onlar günlərlə, bəlkə də aylarla maşınlarla gəlir, çünki yol gəlir və onların görünüşünün yaxşı olması üçün hamısı kimyəvi maddələr vurulur. Bəli, bu Aras çayxana söhbəti deyil, bu dəqiq faktlardır. Ki, zaman-zamanda olub belə Azərbaycan özü neçə dəfə Rusiyadan buraya gələn almalara qadağa qoymuşlar. Tabii düzdür, indi bunun siyasi məsələsi də var, işin o tərəfi. Rusiyada bəzən bizim pomidora içində nələrsə tapmaq adı ilə bəzən sərhəddə qadağalar tətbiq edir. İndi bunlar ayrı mövzulardır. Amma qida təhlükəsizliyi, baxın, biz ucuz mal almağa doğru qaçırıq, amma o ucuz malın da təhlükəsizlik məsələsi var. Amma artıq burada Azərbaycanlılar, biz Azərbaycanlılar seçim arasında qalırıq. Övladlarımızın istədiyi nələr isə almaq, cibimizin uyğun gələn nələr isə almaq və yaxud da ki, hələ bir daha böyük problem isə bizim alacağımız məhsulların ucuz olması tərəfindən onların keyfiyyətidir, onların tərkibidir. Bunlar hamısı təbii ki, nəyə görədir? Bunlar Azərbaycanda iqtisadi siyasətin düzgün olmamasına görədir. Bunlar Azərbaycanda kənd təsərrüfatının düzgün sistemləşdirilməməsinin günahıdır. İllərlə korrupsiya, illərlə monopoliya gəlib sonda Azərbaycana elə bir vaxta gətirib. Biz elə bir dönəmdə yaşayırıq ki, bugün Azərbaycanda kəndlərdə, regionlarda yaşayan insanlar belə yay aylarında belə pomidoru gedib böyük marketlər şəbəkəsindən alırlar. Bəs harda qaldı dövlətin öz insanlarına dəstəyi? Təbii ki, bunun da məntiqi sonluğu kimi insanlar iş yerləri üçün, insanlar məcburən gəlib şəhərlərə axışır, kəndlər boşalır və kəndlər boşaldıqda təbii ki, kənd təsərrüfatı məhsulları da artıq əvvəlki kimi yetərli olmur ölkəyə və bizim xarici borclanmamız da artır. Bunlar hamısı bir-birinə bağlıdır. Ümumiyyətlə, iqtisadiyyatda hər şey bir-birinə bağlıdır. Dövlətin gücü də, dövlətin böyüklüyü də, dövlətin adilliyi də. Bunlar hamısı həm də iqtisadiyyatdır. Əgər biz Azərbaycanlıların rifahı aşağı səviyyədədirsə, əgər biz Azərbaycanlılar bugün bayram bazarlığı etməyə aşırı dərəcədə seçici davranırıqsa, baxın, mən bunu xüsusi vurğulayıram, aşırı dərəcədə seçici olmaq var və bu yaxşı bir iş deyil. Və bugün biz hər hansısa bir ata, bir ana, bir nənə, bir baba öz nəvəsinə, öz övladına istədiyi bir şey ala bilmirsə, bu həm də dövlətin problemidir, bu ailənin problemi deyil. Bu dövlətin problemidir, bu dövlətin gələcəyinin problemidir. Azərbaycan iqtidarı, mənim bu çəkdiyim nümunələr təbii ki, xırda nümunələrdir, amma bunlar həm də bir nümunədir, dediyim kimi. Artıq ciddi bizdə çəki düzən verilməlidir, həm dövlətin idarə edilməsinə, həm onun adilliyinə, onun hüquqiliyinə, həm də onun təbii ki, başlıca olaraq iqtisadi siyasətinə. Azərbaycanlılar artıq yaxşı tərəfdən baxanda seçici olmalıdırlar, pis tərəfdən baxanda yox.